Salam. Bu videoda biz ekspres sifarişlərin emalı prosesini ətraflı nəzərdən keçirəcəyik. İlk olaraq sifarişlər düyməsinə klikləyin və yeni bölməsinə keçid edin. Ekspres sifariş xüsusi raket işarəsi ilə qeyd olunur. Ekspres sifarişlər müştəriyə 2 saat ərzində çatdırılır. Sifarişin işlənmə prosesi adi sifarişlərlə eynidir. Lakin ekspres sifarişlərdə sifarişin təhvilə hazırlanması üçün ayrılan vaxt daha azdır. Ekspres sifarişlər üzrə sizə ümumilikdə 30 dəqiqə vaxt verilir. Məhsulun mövcudluğunu təsdiqləmək üçün 10 dəqiqə. Sifarişi təhvilə hazırlamaq üçün isə 20 dəqiqə. Sifarişin vaxtında çatdırılması üçün müəyyən edilmiş vaxt çərçivəsinə əməl etməyiniz vacibdir. Sifarişin içinə keçid edin. Əgər məhsul əlinizdə varsa, mövcudluğu təsdiq et düyməsinə klikləyin və adi sifarişin emalı prosesi ilə davam edin. Əgər məhsul əlinizdə yoxdursa, mövcud deyil düyməsinə klikləyin və sifarişi ləğv et düyməsinə klik edin. Sifarişləri müntəzəm olaraq ləğv etsəniz, bu reytinqinizə mənfi təsir göstərəcək. Hər hansı bir çətinlik və ya problem ilə qarşılaşdığınız zaman tərəfdaş dəstək şöbəsinə müraciət edə bilərsiniz.